Sabahınız xeyirli olsun. Aprel ayının 10'udur və Beynəlxalq Maliyyə Birjasında bugün nələr baş verir? Yəni dünən bildiyiniz kimi Siqnal kanalında paylaşdığımız 6 siqnal mükəmməl nəticə verdi və biz bunu sosial şəbəkələrdə də yaydı, yəni YouTube'da da var. Bugün səhər saatlarında Qızıl dünən sonuncu əməliyyatımızdan danışaq, yəni 4780-lərdən 4800-lərə qədər və dünən səhər saatlarında 4800-ə qalxmasını demişdik və 4801-lərə qədər qalxdı. Tekor götürəndən sonra əks istiqamətə gəldi. Bugün alışlar Qızılda 4760-lardan, 4766-lardan, 4772-lərdən alış əməliyyatları, yəni bu dəfə 4800 və 4900-lərə qədər yüksəlməsi, 4930-lərə qədər yüksəlməsi gözlənir. Satışlar təbii ki, alternativ senaryoda 4740-lardır. Əgər digər cütlüklər haqqında məlumat almaq istəyirsinizsə, yazın, biz səhər-səhərə onu paylaşaq. Gümüşə gəldi desə, səhər saatlarında 76-larında alış əməliyyatları verdi, 76-200-lərə qədər qalxdı, yəni mükəmməl gəlir verdi. Nəzərə çatdırım ki, qızılın 200 pipsi, gümüşün 200 pipsi hərəkəti böyük gəlirlərlə nəticələnir. Yəni qızıldan 5 dəfə daha çox gəlir verir. 76-larda deyək ki, alışlardır, satışlar isə 75-lərdən də alternativ senaryoda. Bitcoin'e gəldi desə, dünən Siqnal kanalında Bitcoin haqqında məlumat verdi, mükəmməl nəticə verdi və qalxdı. Bugün yeri gəlmişdə nəzər çatdırım ki, cümə gündə cümləvizdə mübarək olsun. Və Bitcoin bugün 72-400-lərdən alışlardır, 71-600-lərdən isə satışlardır. Bugün Bitcoin'in qalxması gözlənir, amma nəzər çatdırır ki, 5-ci gündə biraz ehtiyatlı olun, xəbərlərə diqqət edin. Yəni 16:30-da çıxan xəbərlər çox vacib. 5-ci gündə yəni bazar sürətli olur günün ikinci yarısından sonra. Neftə gəldi desə, neft müharibələrlə bağlı deyək ki, Trump yəqin ki, qoşunları yürüdür. Bu yürütsə, Hörmüz boğazı ilə və ya da digər belə nəticələr, yəni belə deyək, əgər neft möhkəmlənərsə qızıl düşə bilər. Amma görünür ki, əgər Hörmüz boğazını açarsa, neft yəni bildiyiniz kimi qeplə 10 dollar, 11 dollar endi və yenidən ümumi olaraq 15 dollarlıq enişlə hələ ki, qepi bağlaya bilər.